Ər-Rəhman, Mərhəmətli surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Mərhəmətli Allah Qur'anı öyrətdi, insanı yaratdı, ona danışmağı öyrətdi. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir. Otlar da, ağaclar da səcdə edir. Allah göyü ucaltdı və tərəzini qoydu ki, çəkidə həddi aşmayasınız. Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin. O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, insanı saxsı kimi quru gildən yaratdı. Cinləri də təmiz oddan yaratdı. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Allah iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşturdu. Onların arasında maniyə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də O'nundur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi ondan diləyir. O, hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin. Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Sizin üstünüzə tüstüsüz alov və ərinmiş mis göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göy yarılıb dağ edilmiş yağ kimi qıpqırmızı olacaqdır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Budur günahkarların yalan hesab etdikləri cəhənnəm. Onlar onunla qaynar su arasında dolanacaqlar. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Rəbbinin hüzurunda durmaqdan qorxanları iki cənnət bağı gözləyir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də növbə-növ meyvələrlə dolu budaqlar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
İkisində də iki axar bulaq vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də hər meyvədən